Dünyası Sanat Ödülü'yle devam ediyoruz şimdi. Azerbaycan'ın ve Özbekistan'ın halk sanatçısı, Türk Dünyası musiki sanatçısı, Azerbaycanlı, Türkmenistan Cumhurbaşkanı'nın Altın Asır yenicisi olarak adlandırdığı Sayın Gulyanak Mammadova'yı sahneye davet ediyorum. Evet, Sayın Mammadova'ya ödülünü CHP Antalya Milletvekili Sayın Aykut Kaya takdim edecek. Evet, sanatçımız şimdi kısa bir performans sergileyecek şimdi. Mikrofonu ona uzatıyorum. Axşamınız xeyir olsun əziz dostlar, hörmətli qonaqlar, tədbirin hörmətli başkanları, Mehmet Bey, sizlər və mətbuat, media nümayəndələri, hər kəsi salamlayıram. Çox xoşbəxtəm, çox şanslıyam ki, bugün aranızda mən də 5-ci küresel başarı ödülünə layiq görüldüyüm üçün çox özümü xoşbəxt hiss edirəm və təşəkkür edirəm. Mənə bunu layiq gördüyünüz üçün minnətdarlıq hissi ilə baş əyirəm. Və bu günləri belə bir Azərbaycanımızın özəl və gözəl günündə bütün dünyaya haqq səsi ilə ucaltdığı Zəfər günü bayramında belə bir ödülə layiq görülmək də şərəflidir mənim üçün. Və bir daha təşəkkürümü bildirirəm. Mən də sizlərə buradan gözəl bir Türk dünyasının ən çox sevilən gözəl bir şarkısını söyləmək istəyirəm. Əhməd Cavad Üzeyir Hacıbəyov. Çırpınırdın Qaradeniz, baxıb Türkün bayrağına. Ah, ölmədən bir görsəydim, düşə bilsəm toprağına. Çırpınırdın Qaradeniz, baxıb Türkün bayrağına. Çırpınırdın Qaradeniz,
Türklü yaşamda atacağız, Qafqazlardan aşacağız. Türklü yaşamda atacağız, Türk'ün şanlı bayrağını Turan elden asacağız. Türk'ün şanlı bayrağını Turan elden asacağız. Azərbaycanda